Xırdalan şəhərinin tam olaraq mərkəzində gördüyümüz bütün əşyaları ilə birlikdə ideal təmirli, şəxsi istifadə üçün təmir olunmuş gözəl bir mənzil təqdim edirəm sizlərə. Mənzilimiz 90 kvadrat metrdən ibarətdir və tam fərqli bir proyekti var. Qanuni 3 otaqlıdır. Əla bir mənzildir. Döşəməsi birinci növ parket, divar kağızları, bahalı divar kağızları, sənəd kopça çıxarış hər ikisi əldədir. Yəni texpaz portuna qədər hamısı var. İdeal təmir olunub şəxsi istifadə üçün. Xırdalan şəhərinin tam olaraq mərkəzində yerləşir və tanınmış bir MTK-da yerləşir. Bu MTK adla deyilir. Binanın yeraltı avtodayanacağı var, geniş həyət hissəsi var. Bütün elektronika daxil hər bir şey mənzildə qalır. Yəni mənzildən bir çöp belə götürülməyəcək. Yalnız şəxsi əşyalar. Böyük bir qonaq otağı ilə sizi tanış etdim. İndi isə keçək mənzilin digər hissələrinə. Mənzilimizin əsas giriş qapısıdır. Gördüyünüz kimi dəyişilib, yeni bir seyf qapı ilə əvəz olunub. Sağda sanuzel qovşağımızdır. Sanuzel qovşağı və hamam otağı ayrı-ayrılıqda, döşəməsi isti döşəmə. Mənzilin istilik sistemi kombi sistemidir. Kombisi radiatoru hər biri quraşdırılıb. Bu hissədə yerləşir hamam otağımız, görürsünüz geniş ölçüdə. İrəlilədikdə solda sizə qonaq otağını təqdim etmişdim. İlk qapı qonaq otağı, burada böyük bir yataq otağıdır. Yataq otağından eyvana çıxış var. Qeyd etdiyim kimi Xırdalan şəhərinin tam olaraq mərkəzində yerləşir. Eyvanda qapalı eyvandır. Kombi quraşdırılıb burada. Şkaflarımız var. 90 kvadrat metrdən ibarət qanuni 3 otaqlı mənzildir. İrəliləyirik. Mətbəximizi təqdim edirik sizlərə. Burada belə bir gözəl mətbəx. Tam A-dan Z-yə bütün əşyalar hər biri qalır. Mənzildən heç bir əşya çıxmayacaq. Burada da belə bir gözəl tavana qədər mətbəx mebeli quraşdırılıb. Elektronika hamısı bahalı elektronikadır. Burada kiçik bir otağımızdır. Burada üzülü səbəbdən işığımız yoxdur, amma normal ölçüdə uşaq otağıdır. Dəyərli izləyicilər, bina 14 mərtəbədən ibarətdir. Mənzil hündür birinci mərtəbədə yerləşir. Xüsusi qeyd edim sizlərə. Binanın altı qarajdır. Ətraflı məlumat almaq üçün kanalımıza abunə olursunuz. Bizi izləyirsiniz. Satışda olan əmlaklarınız barədə bizə məlumat verə bilərsiniz. Əmlakımızın satış qiyməti videonun açıqlama qismində, yəni videonun başlıq hissəsində qeyd olunub. Buyurub əlaqə saxlaya bilərsiniz. Bu günə bu qədər. Növbəti çəkilişdə görüşənədək.